Hər kəs salam. Bugün sizlərlə 6-cı sinif dərsliyin davamına baxacağıq. 5-ci sualda deyir ki, diaqramda mağazada ilin ilk 5 ayı ərzində ayaqqabı satışı barədə məlumat verilib. Ayaqqabı satışında əvvəlki ayla müqayisədə ən çox artım hansı ayda olub? Diqqətlə baxsaq, baxın, bu ay ərzində 20 artım olub. Fevral ayı ilə mart ayı ərzində artım 40 olub. Martdan aprelə artım olmayıb, əksinə azalma baş verib. Aprel ayına may ayına kimi dəyişim baş verməyib. Deməli, ən çox artım hansı ay ərzində deyirsə, mart ayında deyəcəyik. Çünki martdan, fevraldan marta kimi 40 ayaqqabı artımı baş verib. Daha sonra mart ayında satılan ayaqqabı fevral ayına nisbətən neçə faiz çoxdur? Fevral ayında 40 ayaqqabı satılıb, 40-a 100% deyək. Martda isə 80 ayaqqabı satılıb. 80-ə də x faiz deyək. Baxaq, artım neçə faiz olub? 80 vurulsun 100, bölünsün 40 desək, bunları ixtisar eləsək 200% alarıq. Deməli, 200-dən də 100% çıxsaq, alarıq ki, burada 100% artım baş verib. Üçüncüyə baxaq, aprel ayında satılan ayaqqabıların sayı mart ayına nisbəti neçə faiz azalıb? Onda biz martdakına 100% deyək, 60-a, yəni aprel ayındakına x faiz deyək. Buradan x-i tapsaq, 60 vurulsun 100 bölünsün 80. 60 ilə 80 ixtisar getsə 4, 3, bu da getsə 25, 75 olar. 100-dən də 75-i çıxsaq, alarıq ki, 25% azalma baş verib. Daha sonra xətti diaqrama aid suallar tərtib edin və cavablandırın. Məsələn, belə bir sual qoya bilərik ki, hansı ay ərzində satış dəyişməmişdir? Məsələn, aprel ayından may ayına kimi satış sayında dəyişiklik baş verməyib. Aprel ayında da 60 ayaqqabı var, may ayında da 60 ayaqqabı satışı olub. Daha sonra keçək 6-cı suala. 6-cı sualda futbol oyunu saat 15:00-da başlamalı idi. Azərkeşlər saat 14:00-dan etibarən stadiona daxil oldular. Diaqramda müxtəlif zamanlarda stadionda olan azərkeşlərin sayı barədə məlumat verilib. Saat 14:50-də stadionda olan azərkeşlərin sayı 14:40-da olan azərkeşlərin sayından neçə faiz çoxdur? Bura baxsaq, 14:40-da 20.000 azərkeş olub. Deməli, 20.000 nəfər 100%-dir. 14:50-də isə artıq 30.000 nəfər olub. 30.000-ə deyək x nəfər. Buradan x-i tapsaq, 30.000 vurulsun 100% bölünsün 20.000 olacaq. Bunların sıfırları getsə, 2 ilə 100 ixtisar getsə 50 qalar. Bu da eləyir 150%. 150%-i də çıxacaq 100%-i. Buradan tapacağıq ki, 50% artım olmuşdur. Daha sonra saat 14:40-da azərkeşlərin sayı 14:20-də olan azərkeşlərin sayından neçə faiz artıb? Deməli, 14:20 bir də 14:40. 14:20-də 10.000 nəfər var, 14:40-da isə 20.000 nəfər var idi. Olan azərkeşlərin sayına neçə faiz artıb deyirsə, 14:20-dəki nə deyəcəyik 100%, 10.000 olacaq bizim üçün 100%, 14:40-dakı isə 20.000 nəfər olacaq x%. Buradan da x-i tapsaq, 20.000 vurulsun 100% bölünsün 10.000%-dir. Daha doğrusu 10.000 nəfər. Burada 10.000-dən 20.000 getsə 2 qalacaq, bu da 200% eləyəcək. Artımı soruşursa bizdən 200-dən çıxacaq 100%-i, bu da alınacaq 100% artım var. Daha sonra xətti diaqrama aid suallar tərtib edin və cavablandırın. Belə bir sual qoymaq olar ki, ən az artım hansı saat aralığında baş vermişdi? Burada da cavab 14:00-dan 14:10 arası olacaq. Çünki burada heç bir artım baş verməyib. İştirakçılar hələ də 0 nəfər idi. Daha sonra növbəti səhifəyə keçsək. 7-ci sualda deyir, Samir velosipedlə marketə gedərkən qolundakı nəbz ölçən göstəriciləri, yəni 1 dəqiqədəki ürək döyüntülərinin sayı planşetdə xətti diaqramda təsvir edilir. Suallar. 2 dəqiqədən sonra onun nəbzi nə qədər oldu? Bura baxırıq. 2 dəqiqəyə uyğun nəbzi
Burada bölgülər 10-10 artdığını düşünsək, bura 70-dirsə, bura 80 olacaq. 2-yə uyğun nəbzi də gəlib 90-da olacaq. Deməli, 2 dəqiqə ərzində onun nəbzi 90 olacaq. Sonra 7-ci dəqiqədə nəbzi 3-cü dəqiqədəki nəbzdən neçə faiz artıb? 3-cü dəqiqə buradakıdır. Bura baxaq, burada nəbzi 100 olub. Deməli, 3-cü dəqiqədə nəbzi 100 idi və bunu 100% götürürük. 7-ci dəqiqə isə buradadır. Buradan baxsaq, bu hissəyə düşən, yəni 130, bu da 140 olacaq. 7-ci dəqiqədə nəbzi 140-dır. 140-a deyəcəyik x faiz. Buradan x-i tapsaq, 140 vurulsun 100 bölünsün 100-dür. Bu da eləyəcək 140 faiz. Bizdən faizin artımını soruşduğuna görə 140-dan çıxacaq 100-ü. Bu da eləyəcək 40 faiz. Daha sonra hərəkətə başlayan neçə dəqiqə sonra onun nəbzi sabitləşməyə başladı. Baxaq hansı aralıqda, deməli 12-ci dəqiqədən başlayaraq onun nəbzi sabitləşməyə başlayıb. Çünki düz xət üzrə gedir, artıb azalma yoxdur. Daha sonra 10-cu dəqiqədəki nəbz 9-cu dəqiqədəki nəbzdən neçə faiz azdır? Buna baxaq, 9-cu dəqiqədəki nəbzi olub 100. Yazaq, 100 faizdir. Daha doğrusu 100-dəki nəbzi 100 faiz götürəcəyik. 10-cu dəqiqədəki nəbzi isə götürəcəyik 70 olaraq. 70-ə deyəcəyik x faiz. Buradan x-i tapsaq 70 vurulsun 100 bölünsün 100, bu da eləyəcək 70 faiz. Azalmanı istəyirsə bizdən 100 faizdən çıxacaq 70 faizi, bu da eləyəcək 30 faiz. Daha sonra hərəkət zamanı nəbzin artması və ya azalmasının səbəbini necə izah edə bilərsiniz? Onun sürətinin artıb azalması ilə. Sürət artdıqca daha çox hərəkət eləyəcək və bu halda da onun nəbzi artacaq və yaxud da sürəti azaltdıqca nəbzi də azalacaq. Daha sonra gəlir 8-ci sual. Xətti diaqramda ölkələrin birində yanacağın qiyməti haqqında məlumat verilib. Suallar belədir ki, 2014-cü ildə yanacağın qiyməti 2012-ci ilə nisbətən neçə faiz baha olub? 2012-ci ilə baxsaq, buradakı bölgüləri 20-20 artırıb. Niyə? Çünki buradakı bölgü 60 olmalıdır ki, 40, 60, 80, burada 100 artım olsun. Deməli, 2012-ci ildə qiymət 100 olub. Bu 100-ü 100% götürsək, 2014-cü ildə isə baxsaq, bu hissədə 140-dır. 140 olub. 140-a deyək x faiz. X-i buradan tapsaq, 140 vurulsun 100 bölünsün 100-dür. 100-lər ixtisar getsə, qalacaq 140 faiz. Artımı istəyirsə bizdən 140 faizdən çıxacaq 100 faizi, bu da eləyəcək 40 faiz artım. Daha sonra 2010-cu ildəki qiymət 2023-cü ildəki qiymətdən neçə faiz az olub? 2023-dəki qiymətə baxaq. 2023-cü ildə qiymət olub 80. 2010-cu ildə isə olub 40. Deməli, biz götürəcəyik 80-i 100% 2023-cü ildəki qiyməti. Baxaq 40 neçə faiz olub. Buradan x-i tapsaq 40 vurulsun 100 bölünsün 80. Bu da eləyəcək 50%. Azalmanı istəyirsə bizdə neçə faiz az olub deyirsə 100 çıxılsın 50, bu da eləyəcək 50%. Daha sonra 2020-ci ildəki qiymət 2012-ci ildəki qiymətlə müqayisədə neçə faiz dəyişib? Deməli, 2012-ci ildə qiymət nə qədər olub, 2020-ci ildə nə qədər olub, ona baxacağıq. 2020-ci ildə qiymət olub 100. 2012-ci il demişdi, yoxsa 2000... bir də 2012-ci ildəki qiymətə baxacağıq. Bu halda da qiymətimiz 100 olub. Yəni 2012-ci ildən 2020-ci il nisbətində heç bir dəyişiklik baş verməyib. Çünki hər ikisində qiymət, bir də baxaq, bəli, hər ikisində qiymət 100 olub. Daha sonra xətti diaqrama aid suallar tərtib edin və cavablandırın. Belə bir sual qoymaq olar ki, hansı illər ərzində artım ən yüksək səviyyəyə çatmışdı? Burada da
hansı daha çox kəskin şəkildə artmışdırsa onu götürəcəyik. Məsələn, bu hissədə 40-dan 100-ə 60 artıb, bu hissədə daha az artım var. 100-dən 140-a, yəni 40 artım var. Burada 60 artım var. Burada 20 artım var. Sonra da azalmağa başlayıb. Ən yüksək artım dediyimiz zaman da 2010-2012-ci illər arasını götürəcəyik. Daha sonra 9-cu sual. Xətti diaqramda Bakı şəhərində ilin ilk 9 ayı üçün temperaturun orta qiyməti təsvir edilib. May ayında orta temperatur fevral ayına nisbətən neçə faiz artıb? Baxaq. May ayındakı orta temperatur olub 25 dərəcə, fevral ayında isə olub 10 dərəcə. Deməli, biz götürəcəyik fevral ayına 100%, 10 olacaq 100%, baxaq 25 neçə faizdir? Buradan x-i tapsaq 25 vur 100 bölünsün 10, 250%. Artım dediyinə görə də 250-dən çıxacaq 100-ü, bu da eləyəcək 150% artım. Daha sonra iyun ayında orta temperatur may ayına neçə faiz azalıb? May ayında dedik ki 25-dir, iyun ayında isə 20 olub, azalmanı istəyir bizdən. 20-ni götürəcəyik 100%, daha sonra 25-i isə götürəcəyik x%. Buradan baxaq, x bərabərdir 25 vur 100 bölünsün 20. Daha doğrusu biz burada 25-i 100% götürməliydik. 25 100%dirsə 20 x%dir. Buradan x-i tapsaq 20 vurulsun 100 bölünsün 25. İxtisar getsə 4, 4 vur 20 də eləyəcək 80. Azalma istəyirsə bizdən 100-dən çıxacaq 80-i, bu da eləyəcək 20% azalma. Daha sonra xətti diaqrama aid suallar tərtib edin. Burada da sual olaraq verə bilərik ki, hansı aylar arasında artım ən çox olub və yaxud da hansı ay aralığında artım ən az olub. Sonra gəlir 10-cu sual. Satış məntəqəsində birinci gün 20 kökə satıldı. Satış məntəqəsində hər gün neçə kökə satıldı? Baxaq, dairəvi diaqram verib bizə. Üçüncü gün 20%, ikinci gün 20%, dördüncü gün 10%, beşinci gün 40%. Bunları toplasaq 50-90% eləyəcək. Biz də bilirik ki, hər şey bütövlükdə 100%dir. Deməli, birinci gündə 10% kökə satılıb. Bizə də deyir ki, birinci gün 20 kökə satılıb. Deməli, 10%imiz 20-dir. Buradan baxacaq ki, 100% neçə kökə eləyir? X-i də tapsaq 100 vur 20 böl 10 eləyəcək 200 kökə. Yəni 5 gün ərzində 200 kökə satılıb. Bizə deyir ki, satış məntəqəsində hər gün neçə kökə satılıb? Baxaq, birinci gün bildik ki, 20 kökə satılıb. İkinci gün 20%, yəni 200-ün %20-si qədər. Bu da eləyəcək 40 kökə. Üçüncü gün yenə 20% satılıb deyə 200-ün %20-si, bu da eləyəcək 40. Daha sonra gəlir dördüncü gün. Dördüncü gündə birinci günlə eyni faizdir deyə 200-ün %10-u eləyəcək 20 kökə. Bir də qaldı 5-ci gündə 40% satılıb. Yəni 200-ün %40-ı, bu da eləyəcək 80 kökə. Daha sonra dairəvi diaqrama əsasən xətti diaqram qurun deyir. Bunu da necə quracağıq? Belə bir şey çəkəcək. Bura deyək birinci gün, bura deyək ikinci gün, bura deyək üçüncü gün, dördüncü gün və olsun beşinci gün. Birinci gün 20 kökə, yəni qeyd eləyək. 20 bura olsun, 40 bir də 80 var. 40 olsun bura, 80 də olsun bura. Birinci gün 20 kökə satılıb, ikinci gün 40 kökə satılıb, burada qeyd eləyəcəyik. Üçüncü gün yenə 40 kökə satılıb, üçüncü gündə burada qeyd eləyəcəyik. Dördüncü gün 20 kökə satılıb, buradan qeyd eləyəcəyik. Beşinci gün isə 80 kökə satılıb, yəni ən çox kökə satıldığı gün burada olub. Buradan da xətti diaqram qurmaq istəyirəmsə, bunları birləşdirəcəyik. Bu da olacaq bu şəkildə. Daha sonra bu qırıq nöqtələri silsək daha səliqəli alınır. Yəni bizim xətti diaqramımız olacaq bu şəkildə.
Sonra deyir ki, xətti diaqrama aid suallar tərtib edin. Belə sual qoya bilərik ki, ən çox artım hansı gündə baş verib? Bu da 5-ci gündədir, çünki 40-dan 80-ə artıb. Və yaxud da deyə bilərik ki, hansı günlərdə heç bir dəyişiklik baş verməyib? Bu da 2-ci və 3-cü günlərdədir, çünki 40 kökədir, bir də ikinci gündə 40 kökədir, üçüncü gündə 40 kökədir.